Goranboyda 22 iyul Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. APAMın yerli bürosunun məlumatına görə tədbirdə çıxış edən Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolundan bəhs edib. İcra başçısı çıxışında media nümayəndələrinin Goranboy rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən yeniliklərin, həyata keçirilən abadlıq quruculuq işlərinin, dövlət proqramlarından irəli gələn tədbirlərin və digər mühüm layihələrin operativ, obyektiv və peşəkar şəkildə ictimaiyyətə çatdırılmasındakı fəaliyyətini yüksək qiymətləndirib. Tədbirdə çıxış edən media nümayəndələri onlara göstərilən diqqətə, eləcə də rayon icra hakimiyyəti ilə formalaşmış səmərəli əməkdaşlıq mühitinə görə minnətdarlıqlarını ifadə ediblər. 22 iyul Milli Mətbuat Günü münasibətilə və Goranboy rayonunun ictimai-siyasi həyatının işıqlandırılmasında səmərəli fəaliyyətlərinə görə bir qrup kütləvi informasiya vasitələrinin nümayəndəsinə Goranboy İcra Hakimiyyətinin başçısının fəxri fərmanları təqdim olunub. Fəxri fərman alanların sırasında APA İnformasiya Agentliyinin Qərb bölgəsi üzrə müxbiri Fuad Nazimoğlu da var.